Ay müəllimə, sən kluba getmirsən, bilirsən ki, orada qara kapron geyinirlər. Müəllimlər bəzən nə danışığını bilirlər, nə özlərinə söhbət bunu hamıya şamil deyil ha. Yəni hamıya şamil edib bunu danışılmır. Bəzən müəllimlər var ki, bəli, özlərini idarə eləyə bilmirlər. Uşaqla dialoq qura bilmirlər, uşaqla rəfiqə ola bilmirlər, uşaqla dost ola bilmirlər. O müəllim Gülü kimdir xanım, axı? bugünkü hadisənin səbəbi müəllimdir yoxsa Bəli, valideyn? müəllimdir. Bəli, müəllimdir. Niyə müəllimdir? Niyə müəllimdir? Aha. Çünki müəllim Yox, yine uşaqla müəllimi dialoq müəllimi qura vurubsa, bilmir. yox, müəllimi şagird vurubsa müəllimdir səbəbkar. Bəli, müəllimdir. Müəllim o uşağı o vəziyyətə gətirib çatdırıb ki, o uşaq o aqressiyaya gəlir düşür. Niyə o uşaq o həyəcanı yaşatmalısan? Niyə o uşağı kimlərsə sözün var, müəllimlər otağı var, direktor otağı var, psixologiya, nə bilim, otağı var. Çək kənara uşaqdan xoşun gəlmirsə, uşağın hər hansı bir hərəkətindən xoşun gəlmirsə, valideynin çağır tənbih elə, uşağı kənara çək tənbih elə. Sən 30 dənə, 40 dənə uşağın içində hansı ixtiyarla deyə bilirsən ki, sən kluba gəlmirsən? Hansı ixtiyarla deyə bilirsən ki, sən tərbiyəsizsən? Sənin məlumatın var, onun valideyni kimdir? Sənin məlumatın var, o uşaq hansı tərbiyədən gəlib? Niyə o uşaq 8 ildir, 10 ildir, 11 ildir sənin yanındadır? Bu Tərbiyəsizliyin günləri görməlidir. Azərbaycanda valideyn məsuliyyətsizliyi var. Gülü xanım, razısan bunu? Xeyr. Bütün günü TikTok'ta oturan bəs xanımlar kimlərdir? Ay Fahib bəy, qurban sənə. Yox, Hə. elə deyil. Elə deyil. Necə elə deyil? Mən görürəm axı bunu, necə elə deyil? Nə hamı Bütün elə günü dediyim kişili kimi. qadınlı səhərdən axşama kimi TikTok'ta oturub misafirlərdə otururlar. Bunlar uşaqlarla vaxt ayırmırlar. Bunun səbəbkar da valideyn, müəllimdir. Müəllimlər özlərini belə deyək də, biraz diqqətlə, nəzakətlə Yo, danışsalar. müəllimdə ne günah var? Bütün günü Bu burada vəziyyətə yaşına gəlib başına çatmaz. asılı olmayaraq, mən sizə bir söz demək istəyirəm Gülü xanım. Azərbaycanda belə bir problem var. Siz özünüz də şahidisiniz. Mən də bunun şahidiyəm. Səhərdən axşama kimi TikTok'ta qadınlar otururlar. Bunlar niyə uşaqlarına vaxt ayırmırlar? İndi hamıya da şamil deyil axı. Nə Onda danışdıqlarımız gəlin hamıya müəllimləri də şamil. hamıla şamil eləməyək də bunu. Bəs mən də onu deyirəm, mən demirəm ki, hamıya şamil edirəm. Axı öncədən vurğuladım, dedim danışılanlar heç bir, yəni bütün müəllimlərə şamil, amma belə şeylərlə də üzləşəndə uşaq istərsəməz soyuyur, nə bilim təhsildən də soyuyur, məktəbdən də soyuyur, nə bilim çox şeydən İndi siz necə deyə bilərsiniz ki, bugünkü hadisənin səbəbkarı müəllimdir? Mən Bunu necə bugünkü deyə bilərsiniz? hadisənin səbəbkarını, günahkarını müəllimdə görürəm. Çünki Təşəkkür müəllim o edirəm. vəziyyətə gəlib çatdırır uşağı ki, o uşaq da o aqressiyaya gəlir, düşür. Deməli bunu müəllim gətirib bu həddə çatdırıb deyirsiniz. Bəli, o Əslində, əsəbi, o belə gərginliyi deyək müəllim də, yaşadır. əslində o səbəb yəni hadisənin nəyə görə olduğu tam məlum deyil, amma siz deyirsiniz ki, müəllim uşağı o həddə gətirib çatdırır. Yəni belə fikirləşirsiniz də. Yəni uşaq müəllim arasında olan bir gərginlik var deyirsiniz də. Ona görə müəllim bunun səbəbkarı müəllimdir. Yəni bu hadisənin bu vəziyyətə gəlib çatacağının səbəbkarı mən müəllimdə görürəm. Təşəkkür edirəm, minnətdaram sənə. Uşaqlar bağçaya gedəndə də ay Faiq bəy, qurban sənə, biz su atan tapancadır, nə bilim, yumru şarik atan tapancadır, nə bilim o divara yapışqanlı tapancadır. Alıb verməmişik uşaqlarla, alıb vermişik də, oynadıblar da. Amma bu günləri valideynlər uşaqlarına alıb planşet Oğlan uşağına verirlər. su atan tapanca alardıq. Yenə də dediyim kimi, tapanca da alıb vermişik, skor maşını alıb vermişik, polis maşını alıb vermişik, yəni traktor alıb vermişik, çox şeyləri alıb vermişik də uşağa. Alıb vermişik, biz də onlardan oynamışıq. Amma bugün telefon verir uşaqların əlinə. Müəyyən oyunlar oynayırlar, o agresiya yaratmır uşaqlarda. Niyə elə uşaqlar da var ki, savadla məşğul olur. Elə uşaqlar var ki, telefonla irəli gedir. Yenə də hamıya eyni deməyəydi. Mənim şəxsən oğlum 6-cı sinifdən özü hazırlaşdı, özü oxudu, internetin vasitəsilə, telefonun vasitəsilə Allah şükür universitetə girib 2-ci kurs tələbəsidir. Amma onu telefonun sayəsində elədi. Deməli, oradan götürdü, öyrəndi. O demək deyil ki, elə hər iqranı oynayan uşaq nəsə bir pis yolun yol, hər telefona baxan uşaq pis bir şeylər öyrənir orada. Elə uşaq var ki, orada nəsə də əldə edir, bilgi əldə edir. Təşəkkür edirəm, minnətdaram Gülü xanım sizə. Bu Gülü xanımın fikirləridir. Hikmət bəy yazır ki, heç bir məktəblərdə heç bir uşağın oxuması maraqlı deyil müəllimlərə. Bunu Hikmət bəy yazır burada. Müəllimlər uşaqlarla çox kobuddular. Bunu Kərim Gülməmmədov yazır burada. Müəllimləri günahkar bilirlər. Mən burada yeni gəlirlər, xoş gəlmişsiniz. Bəli, valideynlər ucbatından təhsilimiz də, gələcəyimiz də, baxın, valideynlərin ucbatından təhsilimiz də, gələcəyimiz də məhv olur. Belə valideynlər, yəni ki, Gülü xanımı nəzərdə tutub deyir Fuad bəy. Gülü xanım, çox üzr istəyirəm. Sizin ki, valideynlərdən təhsilimiz məhv olur deyirlər. Valideyn bir dəfə təhsil... Yox, bu ünlü fikirlərdir. İndi texnologiya dövrüdür. Dərslər onlayndır yazır burada. Uşaq
başı xarabdır, kimdədir günah yazır Rıza bəy. Mən zəhmət olmasa Ekran bəyin o məktəblərdə müəllim uşağa aqressiya göstərə bilməz. Pullu məktəblərdə uşağın nazı ilə oynanılır. Bax bunu A81 yazır burada. Mən başdan xarab uşaq olanda siz nə günah axtarırsınız Rıza bəy yazır burada. Yeni gələnlər Tomis xanımı salamlayıram burada, Nüşabə xanımı salamlayıram burada. Burada Arzu xanımı salamlayıram burada. Zəhmət olmasa ekranı bəyənin. Mən fikirləri səsləndirəcəm. Bax fikirləri oxuyuram burada. Qabaq müəllimlər başqa idi. Bunu Xraniteli Aqne yazır. Uşaq evdən silah götürəndə valideyn harda idi? Hara baxırdı? Nur Babayeva yazır burada. Siz də salamlayıram Nur xanım. Baxın, Azərbaycanda müəllim və valideyn müştərək işbirliyi bu səviyyədədir. Gülü xanım və müəllim səviyyəsi. Bax, bunu Fuad bəy yazır burada. Mən TikTokda müəllim də oturur yazır burada. Hər kəs oturur, uşaqların bağçalarında və dayılar, analara tapşırırlar. Analar artıq dayə tuturlar. Ana öz tərbiyəsini də göstərmir. Artıq dayələr tuturlar. Valideyn TikTokda oturub deyə müəllim hər fürsətdə pul yığmalıdırmı? Bunu Güney xanım yazır. Hər ikisində problem var deyirlər burada. Zəhmət olmasa ekranı bəyənin. Nurtan xanım, xoş gəlmişsiniz. Salam, mən hər kəs salamlayıram. Necəsiz Faiq bəy? Təşəkkür edirəm. Siz necəsiz? Sağ olun, siz yaxşı olun, çox sağ olun. Buyurun, müəllimlərdə təqsir görürlər. Bəziləri valideynlərdə görürlər. Bəli, inan siz dinlədim, mən də şoka düşdüm. Mən çünki belə gözləmirdim. Səbəb, uşaqlarımızın aqressiv böyüməsində səbəb kimdir? Valideyn, cəmiyyət, yoxsa məktəb, müəllim? Kim? Baxın, mən bu barədə şəxsi fikrimi deyim ki, mənə elə gəlir ki, biz burada uşaqların yanlış yönləndirilməsidir səbəb. İstər bu dövlət məktəblərində olsun, istər yəni yaşından asılı olmayaraq biz uşaqlara öyrətməliyik ki, onların etdiyi hərəkətin, mən bunu valideyn olaraq dedim də, onun etdiyi hərəkətin bir nəticəsi var. Uşaqlar bunu bilmirlər. Çünki onların başlarına gəlmir belə şeylər. Biz əgər o uşağa göstərməsək ki, onların hansı etdiyi səhv böyük nəticələr verə bilər, baxın sonu belə olacaq. Çünki bu uşaqlar türklər deyirik ki, sən ölməyi bayılmaqla sanıyorsun. Bunlar fikirləşirlər ki, bunların etdiyi səhv, o yəni həbsxana bir yay düşərgəsidir, yaxud da bunların yaşı azdır deyə bunları belə bağışlayacaqlar. Yəni belə şeyləri ciddiyə almırlar. Başa düşdünüz? Ona görə də bugünkü hadisənin səbəbkarı valideyn yoxsa müəllim? Məncə valideyndir bir mənalı olaraq. Çünki uşaqlar ailədə bir nəfəri hər zaman başçı olaraq görür və onun sözlərinə qulaq asır və müəllimə bu siyahıda deyil. Əsla uşağın böyük kimi qəbul elədiyi siyahıda müəllim yoxdur. Yəni ki, valideyndir səbəbkar. Bəli, bir mənalı olaraq valideyndir. Yəni o uşağı düzgün yönləndirməlidir. Yəni düzgün onu başa salmalıdır ki, yəni müəllimənə qulaq as, müəllimənə. Fərqi yoxdur. Rəsmi açıqlama oldu, olmadı. Əgər bu hadisə törədilibsə, liseydə törədilibsə, bunun səbəbkarı valideyndir deyirsiniz. Bəli, bunun səbəbkarı istənilən halda valideyndir. Bilirsiniz, bəlkə də o uşağın valideyninə deyəndə ki, sənin oğlun belə bir iş törədib, həmin valideynin bəlkə də ürəyi tutub, yaxud da xəstəxanalıq olub. Çünki o insan başa düşür ki, bu necə böyük bir problemdir, amma onun uşağı onu başa düşmür. O uşağını başa salmayıb ki, sən belə bir şey eləsən, mən də yanacağam, sən də yanacaqsan, bizim ailəmiz məhv olacaq. Başa düşdünüz? Təşəkkür edirəm, minnətdaram sizə. Mən sizə təşəkkür edirəm. Nurtan xanım deyir ki, bunun səbəbkarı bir mənalı olaraq valideyndir, məktəbdə müəllim zat deyil. Rəşad, xoş gəlmişsən. Səni salamlayırıq. Buyur. Salam, axşamınız xeyir olsun. Hər kəs salamlayıram. Axşamınız xeyirli olsun. Niyə gənclərimiz aqressiv böyüyür? Mən danışaram. Rəhlə xanım. Rəhlə xanım, xoş gəlmişsiniz. Faiq, axşamınız xeyir. Rəşad, çox sağ ol, qurban olum. Amma mən gözləyirdim Axşamınız xeyirli olsun. Rəhlə xanım, mövzu belədir. Hər birinizi salamlayıram. Faiq, mövzunu bilirəm. Bugün mən də oxudum. Feyzdən oxudum əslində. Çünki TikToku çox vaxt axşam açıram. Əslində bu faciəvi bir hadisədir. Biz keçmişə qayıtsaq, düzdür, keçmişlə orada nümunələr götürüb gələcəyə addımlayırıq. Bunu mən hər zaman deyirəm. Amma nə qədər olmasa bir 15 il qabağa, 20 il qabağa yoxu geriyə qayıtsaq, görün belə hadisələr olurdu. Çox nadir hallarda ola bilərdi, çox nadir. Bunların çoxalması Faiq.
Biz tək valideynləri günahlandırırıq. Ən böyük əslində valideyndir. Evdə uşaqları tərbiyə edən bizik, məktəbə göndərən bizik, onları anladan bizik. Evdə nə varsa hamısına xəbərdar eləyən uşaqları da bizik, valideynlərdir. Əslində evdə olmaz silah saxlamaq. İndi ola bilər dokumentlə ov tüfəngləri zadı olur. Onu indi prokurorluq araşdırır. O barədə danışmaq istəmirəm. Amma yenə də uşaqların birinci tərbiyəsində rolu oynayan anadır. Mən sənin o söhbəti və sözünə çox qoşuluram, dəstəyəm sənə. Sən dedin ki, valideyn səhərə qədər burada oturursa, hamımıza aiddir. Əsasən də yenə deyirəm, uşaqları dərsə gedənlərə, yəni valideyn kimi uşaqları oxuyanlara. Onlar uşaqlarla tam məşğul olmurlar. Bax, valideynlərin WhatsApp qrupu var. Müəllimlərin də həmçinin. Bax, bunlar hamısı indiki dövrdə mən elə düşünürəm ki, minusdur bunlar. Valideynlər uşaqlarla tam təmas qura bilmirlər. Uşaqlar adresi böyüyüblər. Evdə də çoxları atanı saymır faiq. Bax, bunlar bilirsiniz nəyə gəlib bu dərəcəyə çıxardır. Yenə də gəlir evdəki tərbiyədən, əxlaqdan, atadan, anadan, əsas da uşağı biz deyirik, çox vaxtı ki, yəni ata-ana əsas uşağı dəyərləndirən evdə tərbiyələndirən ana olur. Yolu ana göstərir. Ata həmişə arxa dayaq olur. Bu günləri Rəhlə xanım, mən razısınız da, valideyn məsuliyyətsizliyi var Azərbaycanda. Mütləq internetdir, bunu yenə deyirəm, telefondur, siz dediyiniz kimi. Burada valideynlərin bütün günü oturmaları, uşaqları yanında, elə uşaqsız da. Bunlar hamısı uşaqların həyatına minusdur əslində. Uşağı olan ana, bağçaya gedən, məktəbə gedən, ümumiyyətlə 18-20 yaşına qədər böyütməlisən, uşağı tərbiyə verməlisən, cəmiyyətə onu buraxmalısan ki, sonra rahat bir nəfəs alasan ki, hə, mən bunu böyütdüm və indi rahat nəfəs ala bilirəm ki, övladımı tərbiyələndirib, ali savadlı və yaxud da elə sənət sahibi eləmişəm. Budur, valideynin boynuna düşən budur. Mən elə düşünürəm. Yəni, bugünkü hadisənin səbəbinkarı da bir nömrəli ailədən gəlir. Evdən olan tərbiyyət də faiq. İndi bu hadisəni mən dəqiqliklə bilmirəm. İndi müəllimdə nə təqsir var? Dəqiqliklə bilmirəm. Yox, indi təqsir oldu, olmadı müəllimdə. Ay sağ ol. Mütləq evdən uşaq tərbiyə götürməlidir. Bu tərbiyədən asılda istəyir müəllimin günahı olsun, istəyir olmasın. Bunu səbəbkarı bir nömrəli valideyndir. Əlbəttə, uşaq silahla məktəbə getmək nədir? Müəllimlər də onu da deyim, uşaqlarla təmas qurmalıdır, mehriban olmalıdır, dərslərinə düzgün keçməlidir, o da var. Amma mən birinci yenə də evdən çıxan uşaqda təqsir görürəm, övladda və valideyndə. Bunu demək istəyirəm. İndi Rəşad danışar, Rəşadı daha çox dinləyərəm, çünki Rəşadın Təşəkkür edirəm. Rəhlə xanım, mən sizə təşəkkürünü bildirirəm. Mən aşağıdan dinləyirəm sizə, sağ olun. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Rəhlə xanımın fikirləri idi bu. Bir nömrəli olaraq valideyndir səbəbkar. İstir burada müəllimin təqsiri olduğu, istir şagirdin kimi valideyndir. Bir nömrəli olaraq valideyndir təqsirkar. Mən fikirləri oxuyuram. Arzu xanım yazır ki, ana oturur canlıda, uşaq da yanında ağzına gələni danışır. Bunu Arzu xanım baxıyor. Bəli, Arzu xanımla razıyam. Bugün Azərbaycan reallığı budur. Uşaq var, atası pilot istəyir, anası da ki sokarda 7-ci sinif uşağı marketdən sigaret alırdı, satıcı satmadı. Bunu Naxçıvanlı xanım yazır burada. Mən fikirləri oxuyuram burada. Zəhmət olmasa burada hər kəsi tüfəngi götür get çatmadı, vur yazır Rıza. Ben bilmiyorum, eynən Rəhlə xanım deyənlər var burada. Arzu xanım razılaşır. Ceko yazır ki 18 yaşda tüfənglə məktəbə girən 40 yaşında tankla ali məktəbə girəcək. Bunu Ceko yazır burada. Uşaq oxumursa, savadsızsa səbəbkar anadır. Bunu A81 yazır burada. Günün 20 saatını övladına tərbiyə verə bilməyənlər 45-90 dəqiqəlik dərslərdə müəllimdən gözləyirlər. Bunu Nur Babayev yazır burada. Ata-ananın yanında əzirsə uşaq da əzəcək Faiq bəy. Bunu Mələk xanım yazır burada. Mən fikirləri oxuyuram. Ekranı bəyənin, zəhmət olmasa. Hər kəsin fikrini burada səsləndirəcəm. Silah, ov silahı olub, bəli olub. Winchester, Allah yazırlar. Uşaqla dost olmaq, maraqlanmaq. Bunu Rıza bəy yazır burada. Mən xahiş edirəm sizlərdən. Ekran bəyənin, çox özgürlük veririk, ondandır. Bax, Arzu xanım yazır burada. Konsuel xanıma təşəkkür edirəm, mövzunu işıqlandırırsınız burada. Hadisənin səbəbini bildik, bilmərik. Əsas odur ki, valideyndə görürlər təqsiri. Bir çox insanlar da müəllimdə görürlər. Hər ikisində də günah var deyirlər burada. Hansı valideynin ağlına gələr ki, uşağına desin ki, heç vaxt müəllimi öldürmə. Bunu Tomris xanım yazır burada. Müəllim uşağı da, valideynləri də məhv etdi. Bax, burada müəllim səbəbkardır deyir Gül xanım. Ekranı bəyənin, zəhmət olmasa. Mən burada, Rəşad, xoş gəlmişsən qardaş.
Salam Faiq, xoş gördük. Hər kəs salamlayıram. Axşamınız xeyir olsun. Buyur, sənin də fikirlərini öyrənmək maraqlı olacaq mənə. Ümumiyyətlə, indiki gənclərimiz, uşaqlarımız birinci növbədə niyə aqressiv böyüyürlər? Nədir bunun səbəbləri? Səbəblər çoxdur. Səbəblər orada indi konkret bir məsələdən, yəni dəqiq bir məlumatımız yoxdur, bilmirik. Ondan get, o mövzudan deyil, uşaqlarımız aqressiv böyüyürlər. Ümumda götürəndə, yəni uşaqların belə deyim ki, çox həddindən çox belə deyim. İqra oyunlarına, başqa oyunlara vaxt ayırması, uşaqların nə bilim az adicə istirahət vaxtının düzgün bölünməməsi, yəni kifayət qədər yuxusuz qalmaması aqressivləşdirir. Cəmiyyətin yəni bu cür formalaşması təsir edir uşaqlara. Uşaqlar tək ailədən yox, həm də ətraf mühitdən çox şey götürür. Yəni burada tək uşaq ailədən tərbiyə almır. Qonşular, ətrafda hər şey. Yəni bunlar hamısı uşağa təsir edir psixologiyasına. Oturub durduğu uşaqlar, ətrafındakı uşaqlar hamısı bir-birinə baxır. Yəni belə deyim, bir-birinə oxşamağa çalışır adətən. Bu indi də bilsən hər şey sosiallaşıb deyə, hər bütün məlumatlar əllərinin altındadır. Mən demirəm internet əladır, telefon da işlətmək lazımdır, planşet də işlətmək lazımdır. Amma baxır ondan kim necə işlədir, səmərəliliyinə baxır. Və bəzi valideynlərin uşaqları belə çox nəzarətsiz qoyması da sonda gətirib bu cür hadisələrə rast gətirib çıxardır. Bax indi hamı bir belə deyim də, cəmiyyət indi bu dəqiqə iki yerə bölünüb. Bir qism deyir ki, günah valideyndədir, bir qism deyir ki, günah müəllimdədir. Amma mən bir dənə söz deyim, gəlin bir acı etiraf eləyək. Bu gün Azərbaycan cəmiyyətində hamının rahatlıqla tənqid edə biləcəyi, çəkinmədən, qorxmadan baltalaya biləcəyi yeganə bir peşə sahibi var, o da müəllimdir. Bugün Azərbaycanda başqa nazirlərin işçilərinə, əməkdaşlarına, icra hakimiyyəti olsun, polis, daxili qoşunlar olsun, daxili işlər nazirliyi olsun, məhkəmə, prokurorluq sahəsi olsun, başqa sahələr olsun, güc strukturlar olsun. Onların bir dənə əməkdaşına gözünün üstə qaşın deyən var cəmiyyəti olaraq. Amma hamı müəllimi sürməyə hazırdır. Çünki müəllim bu cəmiyyət arasında müəllimin nüfuzunu aşağı saldılar. Müəllimi yazıq elədilər. Müəllimi yetim elədilər. Müəllimi necə deyim sizə, müəllim söz sahibi deyil. Bir cəmiyyətdə ki, müəllim söz sahibi deyilsə, nüfuz sahibi deyilsə, o cəmiyyət məhvə məhkumdur. Bugün Azərbaycan cəmiyyətində Azərbaycan müəlliminin nüfuzu, sözü sıfır səviyyəsindədir. Bundan əlavə, kişi müəllimlərinin sayının az olması. Mən ümumiyyətlə müəllimin şagirdə təzyiq göstərməsinin, təhqir eləməsinin, nə bilim aşağılamasının hansısa bir formada bunun əleyhinəyəm. Həmişə əleyhinə olmuşam. İndi də çox təəssüflər olsun ki, bəzi müəllimlər, istisna hallar kimi elə müəllimlər var. Mən demirəm yoxdur, 100% hamısı aydan arı sudan duru deyil. Amma böyük bir kəsim qurunun oduna yaş da yanır prinsipi kimidir. Böyük bir kəsim heç nədən gedir. Gəlin bir həqiqəti danışaq. Yaxşı, bu uşaq evdən çıxdı, əlində silah. Heç tutaq ki, məktəbdə o problem yox idi. Müəllimlə arasında nə olub bilmirik. Mən demirəm müəllimdə günah. Bəlkə günah müəllimdə olub, bəlkə uşaqda olub bilmirik. Tutaq getdi küçədəki başqa bir adamı vuraydı. Girəydi metroya, əlinə alaydı silahı, orada cəmaatı piçəydi. Bəs valideyn hara baxırdı? Valideynin evində silah. Əgər silah birinci silah evində nə gəzirdi? Lap silahı var, başa düşdüm. Ola bilər adam ov xəstəsi olar, qanunu gedər ovçuluqdan silah alar. Bunlar başa düşdüm. O silah niyə əl çatan bir yerdədir ki, istər elə rahatçasına uşaq da onu götürüb gəlirdi. Uşaq onu evdən götürüb ora kimi gəlib, heç kimin xəbəri olmuyor. Müəllim elə bir vəziyyətdədir ki, bu dəqiqə, mən, əziz dostlar, müəllim uşağa irad tuta bilmir. Nəinki müəllim uşağın üstünə qışqıra, nəsə bir söz deyə. Müəllim ümumiyyətlə uşağa deyə bilmir ki, bala, sən bunu səhv eləmirsən. Bu sözü demək ixtiyarı yoxdur müəllimdə. Bu dərəcədə müəllim acizləşdirir, cırıldlaşdırılır. Bir cəmiyyətdə müəllim nüfuzdan salınırsa, o cəmiyyətdə heç nə inkişaf eləyə bilməz. Hər kəsin müəllimin üzərini görürlər. Bütün tarix boyu böyük şəxsiyyətlərdən tutmuş, böyük inkişaf eləmiş cəmiyyətlərdə, dövlətlərin hamısında müəllimin böyük nüfuz sahibidir. Müəllim ən yüksək nüfuz sahibi. Amma bugün Azərbaycan cəmiyyətində müəllimi istənilən bir adam aşağılamağa hazırdır. Halbuki indi hamıya aid deyil, edaq yaxşılardan. Özü heç bir tərbiyə almayan, mən şəxsən tanıdığım adamı deyirəm. TikToka qatmıram. Buradakı insanların heç bir aidiyyəti yoxdur. Şəxsən tanıdığım adam var, kətçimdir. Özünün ümumiyyətlə heç bir ailə tərbiyəsi yoxdur. Danışanda həmişə müəllimi günahlandırır.
Yəni belə bir şeylər var. Üzr istəyirəm, evdə arvadına gücü çatmayan da gedir gücü müəllimə çatır. Hamı. Amma bu düzgün Razıyam. deyil qardaş. Siz uşaqlarınıza düzgün tərbiyə vermirsinizsə və yaxud onu nəzarət eləyə bilmirsinizsə, ola bilsin adam var yazıq tərbiyə verir, uşaq evdən çox kənar tərbiyəni götürür. Onda siz onun qarşısına alamırsınız, günah müəllim. Müəllim kimdir? Müəllim heç kimdir. Müəllim kişi məktəblərdə kişi müəllimlərin sayı azdır. Bilirsiniz niyə azdır? Kişi xeyirxahların çoxu müəllim olmaq istəmir. Mən onlarla söhbət edirəm. Deyir mən 600 manat işləmək istəmirəm. 500 manat işləmək istəmirəm. 700 manat işləmək istəmirəm. Sən də müəllimi nüfuzlu sayırsansa, müəllimin nüfuzu, hörməti ona verilən əmək haqqından, onun səlahiyyətindən bilinir. Onun məktəbdə davranışından, gördüyü işlərdən. Mən tanıdığım şəxsən İmişlidə repetitor var, coğrafiya müəllimi var. Çox savadlı, mükəmməl müəllimdir. Heç nəyin üstündə keçən ona töhmət verdilər. Heç nəyin üstündə. Amma halbuki müəllimin heç bir günahı yox idi. Uşaq da baxır ki, uşaq da müəllimin zəif yerini bilir, cəmiyyət də müəllimin zəif yerini bilir, valideyn də müəllimin zəif yerini bilir. Hamı bilir ki, müəllim onsuz da heç kimdir. Nə problem olsa günah sonunda müəllimin boynunda qalır. Ona görə də o hamı yıxılanı baltalayır. Rəşad, məralisi budur ki, Üzr istəyirəm. Bax, mənim də övladım birdə oxuyur. Çox da nadişdir. Haşiyədən kənara çıxacaq. Çox da nadişdir. Məktəbdə dərsdə dayanmır, danışır, dinamik uşaqdır, sakit durmur. Mən getmişəm valideyn iclasına 2 dəfə. Demişəm ki, mənim uşağım bütün ixtiyarı, səlahiyyətlərin notariusla verməsəm də dilimlə deyirəm, müəllimə, səlahiyyətləri sizdədir. Mənim uşağım nəsə bir səhv edirsə, mənə deyin. Lazımi qaydalar çərçivəsində cəzalandırın. Evdə də başa salıram ki, müəllim sənin ikinci valideynindir. Hələ mən onu o qədər birdə oxuyur, indidən onu sıxıram, görürəm ki, bu sinifdə dayanmır. Bax, düzdür, mən özüm də elə olmuşam. Özüm də nadinc olmuşam, fəal olmuşam, aktiv olmuşam, həm yaxşı oxumuşam, həm də davasalan olmuşam. Eyni də oğlum elədi. Amma bunu mən müəyyən bir kontrolda saxlamasa, məni vaxtında Allah cəmi dünyasını dəyişənlərə rəhmət eləsin. Mən məktəbdə dava salıb gəlirdim. Bir uşaq mənə bir söz deyəndə vururdum. Gücüm çatmasa da daşla da olsa onun başını yarıb gəlirdim. Atam mənə deyirdi ki, sən niyə dalaşmırsan? Soruşmurdu. Deyən kimi mən acıqlanır. Deyirdi, günah səndədir. Ağlayırdım, uşaq idim, 4-də 5-də oxuyordum. Deyirdim ki, nətər olur, bir dəfə də günah məndə, bir dəfə də denən günah ondadır da. Amma mən sonradan başa düşdüm, dərk elədim. Bir şəxsiyyət kimi formalaşanda, 18-25 yaşına çatanda mən bildim ki, atam düz eləyib. Amma kimlərin ki, atası gəlib məktəbdə dava salırdı, deyirdi ki, mənim oğlum belə elə, kim ona bir söz deyib, onun gözünü çıxardaram, onların uşaqlarının hamısı məhv oldu. Uşaqlarınızı müəyyən qədər heç bir müəllim istəməz ki, kimisə uşağı nətər deyim, vursun, döysün, əlində ölsün. Amma bəzən uşaq şərait yaradır. Bəzən uşaq şərait, uşağa da valideyn şərait yaradır. Mən uşaqda günah görmürəm. Uşaq bir ağ kağızdır. Sadəcə uşağın başına. Mən valideyn var deyir ki, uşağa, müəllim sən nə dedi? Ola bilsin müəllim səhv elədi. Müəllim bəzən Gülü xanımın sözü ilə razıyam ki, bəzən müəllim səhv yanaşma olur, səhv bilir, orada şeydir. Onun da bir tədbiri var. Müəllim uşağa valideyn uşağa deməli deyir ki, sabah gedib onun gözünü çıxardacam, darıxma, gör neynəyəcəm orada. Valideyn gəlir məktəbə, salam müəllim, salam. Çəkir təhlitə söhbət edir, uşaq bilmir. Uşağın ayağının altına daş qoymaq lazım deyil. Çəkir deyir ki, ay qardaş, ya ay xanım, sən orada düz hərəkət eləməmsən, mənim uşağıma belə deyimsən, düz hərəkət eləməmsən, ayıbdır, yaxşı hərəkət deyil. Mən öz aramızda bunu səndən söhbət edirəm. İkinci dəfə bir olsa, mən aidiyyatlı qurumlara şikayət edəcəm. Falan şey edəcəm, düz hərəkət eləmirsən, olmaz. Onu şəxsi də eləməlisən. Uşaq bilməli deyil. Bugün bizim cəmiyyətdə amma nədir? Müəllim falan şey edir. Müəllim 500 manat, 600 manat maaş alır. Hamı deyir ki, müəllim maaş alır. Sən o nətər yəni 24 saatı hardasa bunun 4-5 saatın müəllim yanında olur da bu. 18 saatın aşağısı sənin yanında olur. Sən 18 yaşında heç bir tərbiyə verə bilirsən, 6 saat tərbiyə verəndən çox şey istəyirsən. Rəşad, bugünkü hadisənin səbəbkarı valideyndir yoxsa müəllim? Birmənalı Azərbaycan müəlliminə mən istisnaları çıxmaq şərti ilə ümumilikdə götürürəm. Mən bugünkü hadisənin konkret orada olmamışam, bilmirəm. Amma ümumilikdə götürürəm. Belə hadisələrə görə birmənalı günahkar valideyn və cəmiyyətdir. Müəllimin heç bir günahı yoxdur. Müəllimin də bu vəziyyətdə rəzil olmağının səbəbi Təhsil Nazirliyinin zəif olması, düzgün qərarlar verməməsi səbəbləri budur. Azərbaycanda bir dənə zəif qurum var. Hamının tapdalayıb keçə biləcəyi bir qurum var, o da Təhsil Nazirliyidir. Təhsil Nazirliyinin özünün də xüsusi nöqsanları var. Çox təəssüflər olsun ki.
Təhsilimiz də bərbad vəziyyətdədir. Mən demirəm təhsilimiz superdir, müəllimlər, sadəcə müəllimin səlahiyyətləri yoxdur. Təşəkkür edirəm Rəşad. Minnətdaram sənə. Bax bu Rəşad bəyin fikirləridir. Bir mənalı olaraq valideyn və cəmiyyət deyir Rəşad. Müəllimin heç bir burada səbəbkar müəllim deyil. Və bu Rəşad bəyin